Azərbaycanda hər il 10 minlərlə gənc eyni sistemin içinə atılır. Məktəb, repetitor, universitet və 500 manatlıq iş. Bəziləri düşünür ki, problem imkansızlıqdadır. Amma rəqəmlər başqa şey deyir. 20-30 yaş arası gənclərin 80%-i eyni 3 zəncirvari səhvi edir və bütün gələcəyini elə bu illərdə hər əl verir. Birinci səhv, özün üçün yox, başqalarının gözündə uğurlu görünmək üçün yaşamaqdır. Azərbaycanda ilk işə başlayan gənc maaş alan kimi nə edir? Maaşı 600-800 manat olduğu halda 24 aylıq kreditlə 2500 manatlıq son model telefon alır. Dostları ilə mərkəzdə oturan zaman tək bir axşama 50-60 manat xərcləyir ki, zəif görünməsin. Nəticə, ayın axırında cibdə qalan 0 manat və növbəti ay ödənilməli olan kreditlər. Biz pulu yaşamaq üçün yox, başqalarına mənim vəziyyətim yaxşıdır mesajı vermək üçün xərcləyirik. İkinci səhv, diplom alıb 500-700 manatlıq hansısa dövlət idarəsində və ya şirkətdə rahat yer tapıb oradan heç vaxt çıxmamaqdır. Statistikaya görə ölkədə gənclərin böyük əksəriyyəti oxuduğu ixtisas üzrə işləmir. Amma eybi yox, təki sabit işim olsun, hər ayın biri 500 manatım gəlsin düşüncəsi ilə 10 ilini eyni masada çürütməyə razı olur. Bu sabitlik deyil, bu gəncliyini və potensialını hər ay minimal qiymətə satmaqdır. Üçüncü və ən təhlükəli səhv, məsuliyyəti öz üzərindən atmaq. Ölkədə iş yoxdur, daydayım yoxdur, sistem bərbaddır və s. Bəli, şərtlər çətindir. Amma eyni zamanda günün 5 saatını çayxanada domino oynamağa, TikTokda mənasız videoları sürüşdürməyə xərcləyən minlərlə gənc var. Bu ildə təxminən 1800 saat edir. Bu vaxt ərzində internetdə istənilən müasir bacarığı, proqramlaşdırma, dizayn, xarici dil, ticarət pulsuz öyrənmək olardı. Amma şikayət etmək öyrənməkdən asandır. Cəmiyyət sənə hazır ssenari verir. Oxu, 500 manatlıq işə gir, kreditlə ev, maşın götür və 60 yaşına qədər ödə. 80% insan bu ssenari ilə yaşayır və hər gün sistemdən şikayət edir. Ya bu kütlənin içində qalıb eyni şeyləri təkrar edəcəksən, ya da bu zənciri qıracaqsan. Qərar sənindir.